Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Xəbəri elə indicə aldım. Çox pis oldum. Olduqca ağır xəbərdir. Bu sözləri Qafqazinfoya açıqlamasında əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib. O bildirib ki, mərhumun heç bir xəstəliyi olmayıb. Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib, çaşdım. Onun səhhətində heç bir problem yox idi, cavan adam idi. Onun nə yaşı var idi axı? Cabirin dayısı da belə qəfildən infarktdan rəhmətə getmişdi. Düz 11 il biz birlikdə çalışmışdıq. O qədər gözəl insan idi ki, çox üzüldüm. Qeyd edək ki, C. İmanov bugün idman zalında infarkt keçirərək vəfat edib. Xatırladaq ki, Key Əliyeva İmanov qardaşlarının ssenari müəllifi olduğu məşhur Məhəllə filmlərində onlarla birgə çalışıb.